İmam Hüseyin Əsələm Mədinədən çıxmamışdan öncə qardaşı Məhəmməd Hənəfiyə bir vəsiyyətnamə ünvanı məktub yazır. Məktubun misraları bundan ibarətdir. Buyurur ki, qardaş Məhəmməd Hənəfiyə, mən ki bu Mədinədən öz əhli əyalımla, bu çox az qoşunlarla çıxıram yola, Məkkə yoluna, oradan Kərbəla yoluna. Bir hədəfim var, bir məqsədim var. Məqsədin vəsiyyətini açıqlayır. Buyurur ki, inni ləm əxruc əşiran və lə bəqiran və lə muhsidən və lə zalimə. Buyurur qardaş Məhəmməd Hənəfiyyə, mən ki Məkkədən çıxıram bu əhli əyalımla, bu 5-6 nəfər, 500 nəfərlə, mən təkəbbür, əyləncə, fəsad törətmək və zülm etmək üçün bu yola çıxmamışam. Bəziləri deyirlər ki, İmam Hüseyin Əsələm xilafət uğrunda çıxmışdı bu yola. Onun cavabını bizim dinimizdən və məzhəbimizdən onların cavablarını verə bilər. Məsələn, Hindistanda Mahatma Gandhi kimi. Deyirlər ki, İmam Hüseyin Əsələmin mübarizəsi, qiyamı əgər xəlifəçilik uğrunda olsaydı, o da öz əhli-əyalını aparardı, çıxardı başqa şəhərdə də əhli-əyalını aparırdı. Buyurur ki, qardaş Məhəmməd Hənəfiyyə, çatdır məndən sonraki mənim ümmətimə ki, mən təkəbbür, əyləncə, zülm və fəsad törətmək üçün Yezidlə mübarizəyə qalxmamışam. Atamız anamız sənə fəda olsun, ya Əbədullah, bəs nə üçün sən bu Ərəbistanın çətin şəraitində, isti havada öz əhli-əyalına 5-6 nəfərən çıxırsan bu səfərə? Buyurur ki, İnnəmə xərəctu, mən çıxmışam bu yola, Litələbi il-islafi ümməti cəddi. Mən cəddim Peyğəmbərin, yəni Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin ümmətində islahat aparmaq üçün eləmişəm, mən bu yola çıxmışam. Və uridu, və mən istəyirəm, mən İmam Hüseyin istəyirəm, Hüseyin ibn Əli istəyirəm, ənəl əmura bil məruf və ənhə anil münkər. Mən çıxmışam bu yola bunun ötəri ki, cəmiyyətimdə insanları pis işdən çəkindirəm və yaxşı işə eləyəm, dəvət eləyəm. Davamında buyurur ki, və əsira bi sirəti cəddi və Əbi Əli ibn Əbi Talib əleyhimussalam. Mən babam Peyğəmbər